Bir kişi gül satan dükanının yanında dayandı. Ayrı şəhərdə olan anasına bir dəstə gül alıb yollamaq istəyirdi. Gül satanın dükanından eşiyə çıxdı. Qapı qırağında oturub ağlayan bir qız uşağını gördü. Kişi qıza sarı gedib soruşdu: "Gözəl qız, niyə ağlayırsan?" Qız dedi: "Anama bir şaxa gül almaq istəyirdim, amma pulum azdı." Kişi gülüb dedi: "Mənimlə gəl, mən sənə gözəl bir dəstə gül alacağam ki, anana verəsən." Sonra gül satanın dükanından çıxanda qız gül dəstəsini əlində tutmuşdu. Razılıq və sevinç dodağında oturmuşdu. Kişi qıza dedi: "İstəyirsən ki, səni yetirim?" Qız dedi: "Yox, anamın qəbrinə o qədər yol yoxdur." Kişi heç bir söz deyə bilmədi. Boğazı düyünləndi və ürəyi sındı. Dözə bilmədi. Gül satan dükanına qayıtdı. Gül dəstəsini aldı, 200 kilometrlik yol maşını ilə sürüb özü anasına dəstə gülü vermək üçün yola düşdü. Səsləndirən Mahruh Əfra.